Deməli, yəqin ki, çoxunuzun başına gəlib Bakıdan Tbilisiyə cəmi 1 saatlıq uçuş axtarırsınız. Bir də baxırsınız ki, qiymət Tbilisidən Avropanın o bir ucuna olan 4 saatlıq uçuşdan qat-qat baha. Hə, bu həmişə şok effekti yaradır. Və yəqin ki, ilk ağla gələn o olur ki, şirkət sadəcə bizdən daha çox pul qoparmaq istəyir. Dəqiq. Hamımız belə düşünürük. Amma bugün biz bu mövzunun dərinliklərinə enirik. Əlimizdə çox maraqlı, belə deyə gizli qalan sənədlər var. 2025-ci ilə aid müstəqil tədqiqat hesabatı, avia şirkətin maliyyə sənədləri, xidmət rüsumları cədvəli və xəbərlər. Və inanın ki, rəqəmlərin içinə girdikcə, kənardan acgözlük kimi görünən vəziyyət əslində çox mürəkkəb bir iqtisadi, yəni logistik labirintə çevrilir. Bəli, və missiyamız da elə budur. Heç bir tərəf tutmadan, emosiyalara qapılmadan sadəcə faktlara baxacağıq. Yanacaq xərclərindən tutmuş, o geosiyasi fırtınalara qədər hər şeyi aydınlaşdıracağıq. Sizin üçün asan başa düşülən dildə. Baku Talks kanalına xoş gəldiniz. Elə isə gəlin birbaşa ən böyük xərc maddəsindən, yəni yanacaqdan başlayaq. Çünki burada ilk baxışda çox qəribə bir ziddiyyət var. Bax, məhz o ziddiyyət məni ən çox düşündürən şeydir. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Biz, yəni Azərbaycan, dünyada neft ölkəsi kimi tanınırıq. Neftimiz var, qazımız var. Aha, zəngin resurslarımız var. Amma mənbələrdə açıq-aydın yazılıb ki, Azərbaycan hava yolları, yəni AZAL, aviasiya yanacağını dünya bazar qiymətləri ilə alır. Dövlət tərəfindən yanacaq üçün güzəşt yaxud subsidiya yoxdur. Düzdür, yoxdur. Bu, bilirsiniz nəyə bənzəyir? Təsəvvür edin, həyətinizdə pomidor yetişdirirsiniz, amma evə lazım olanda gedib beynəlxalq marketdən ən baha qiymətə pomidor alırsınız. Neft ölkəsində dünya qiymətinə yanacaq almaq necə işləyir axı? Bax, burada maraqlı olan odur ki, sizin pomidor misalınız vətəndaşın baxış bucağını çox yaxşı əks etdirir. Amma beynəlxalq ticarət tamam fərqli işləyir. Yəni, artıq Sovet dövrü deyil ki, dövlət qurumları malları bir-birinə havayı versin. Hə, yəni kommersiya qaydaları var. Tamamilə. AZAL artıq müstəqil kommersiya qurumu kimi fəaliyyət göstərir. Neft şirkəti məhsulunu beynəlxalq bazara hansı qiymətə satırsa, daxili bazarda da o qiymətə verməlidir. Bu, həm də beynəlxalq ticarət qaydalarının tələbidir. Bir dəqiqə, yəni iqtisadi dildə bu məntiqlidir, başa düşürəm, amma sıravi bir sərnişin üçün, yəni bizi dinləyən adam üçün bu çox qəribədir. Niyə dövlət vətəndaşının ucuz uçması üçün öz şirkətinə subsidiya ayırmır ki? Çünki bu sualın cavabı sizin öz cibinizə dayanır. Əgər dövlət davamlı olaraq AZAL-a ucuz yanacaq versəydi, bu o deməkdir ki, dövlət büdcəsindən, yəni sizin ödədiyiniz vergilərdən daim bir şirkətin xərcləri bağlanacaqdı. Aha, yəni süni şəkildə ayaqda saxlanılacaqdı. Məhz elədir. Şirkət rəqabətə davamlı olmağı, xərcləri azaltmağı öyrənməyəcəkdi. Üstəlik dünyadakı böhranlara baxın. Sənədlərdə qeyd olunur ki, yaxın şərqdəki böhran səbəbindən aviasiya yanacağının bir bareli $195 qədər qalxıb. $195, bu çox böyük rəqəmdir. Bəli, və bir şirkət öz gücünə o qlobal fərqi sonsuza dək qarşılaya bilməz. Sənədlərdə bir rəqəm də var idi, mən o hissəyə baxıram indi. 2024-cü ildə şirkətin yanacaq xərcləri düz 37% artaraq 456 milyon manata çatıb. Yarım milyard manata yaxın. Bəli, və təbii ki, o yarım milyard manat havadan gəlmir. O, birbaşa sərnişinin biletinə yüklənir. Yaxşı, yanacaq qlobal məsələdir, anladıq. Amma mən mənbələri oxuyanda, əsas xərclərin təyyarə heç havaya qalxmamışdan əvvəl, yəni yerdə, başladığını gördüm. Əsl problem də elə oradan başlayır, yəni yerdəki o gizli xərclər. Baxın, Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerüstü xidmətləri VIP Aviation Handling Company adlı bir şirkət həyata keçirir. Və bazarda təkdir, eləmi? Bəli, yəni rəqabət yoxdur. Bir təyyarə yerə enəndə dərhal xidmət lazımdır. Sərnişinlərin düşməsi, bagaj, təmizlik və rəqabət olmadığı üçün qiymətləri istədikləri qədər qaldırırlar. Baxın, sənəddəki rəqəmləri deyim. 35-50 tonluq standart bir təyyarə üçün Bakıda yerüstü xidmət haqqı nə qədərdir bilirsiniz? 2700 avrodan çox. Dəhşətli rəqəmdir. O 2700 avro ilə bitmir. Hər bir sərnişin üçün hava limanına əlavə 20 avro xidmət haqqı verilir. Hər sərnişin üçün? Bəli. Üstəgəl 12 avro təhlükəsizlik rüsumu var. Hətta, inanın mənə, təyyarənin tualet xidməti və su ilə təmin olunması belə ayrıca pulludur. Hər biri üçün 75-80 avro ödənilir. Aman Allah!
Beləliklə bütün bunlar nə deməkdir? Yəni biz həmişə şikayət edirik ki, niyə Wizz Air və ya Ryanair kimi o ucuz büdcə şirkətləri Bakıya gəlmir? Amma indi başa düşürəm, onlar necə gəlsin axı? Onların biznes modeli belə işləyir. Təyyarə enir, 25 dəqiqə ərzində adamlar düşür, yeniləri minir və dərhal uçur. Pulu biletin özündən yox, sürətdən qazanırlar. Amma Bakıda 2700 avro baza xərci, üstəgəl hər sərnişinə görə onlarla avro verəndə o bileti sənə 40 avroya sata bilməzlər. Qətiyyən, buna görə ki, iqtisadiyyatçılarımız, yəni mənbələrimizdə yer alan Qubad İbadoğlu və Natiq Cəfərlinin təhlilləri göstərir ki, əsl problem rəqabətsizlik və inhisardır, yəni monopoliya. Aha, yəni rəqabət yoxdursa, hava limanının qiyməti salmaq kimi bir marağı da yoxdur. Bəs yaxşı, sual yaranır. Dövlət həm avia şirkətin, həm də hava limanının sahibidirsə, bu sadəcə pulun bir cibdən digərinə keçməsi deyilmi? Bu vacibdir sual yaradır, düzdür. Amma yenə də şirkətlər fərqli büdcələrlə, fərqli kommersiya hədəfləri ilə işləyirlər və hava limanı bahalı olanda xarici rəqiblər gələ bilmir. Rəqib gəlməyəndə isə azal qiymətləri salmaq üçün kənardan heç bir təzyiq hiss etmir. Aydındır. Bəs niyə sərnişinlər bu biletləri alırlar? Yəni bu qədər bahadırsa alma, get avtobusla Tbilisidən uç, düzdür? Düzdür. Amma burada böyük bir amma var. Sizin başqa seçiminiz yoxdur. Hə, sərhədlər. Məhz 2020-ci ildən bəri quru sərhədləri bağlıdır. Biz buna iqtisadiyyatda elastik olmayan tələb deyirik. Yəni, qiymət nə qədər qalxsa da siz məcbursunuz ki, uçub gedəsiniz. Çünki qohumunu görməlisən ya da müalicəyə getməlisən. Alternativ yoxdur. Şirkət də bilir ki, sən onsuz da o bileti alacaqsan. Bəli, və rəqabət olanda sərnişin digər şirkətə qaça bilər. İndi qaça bilmir. Amma baxın, hər şeyi şirkətin acgözlüyünə bağlamaq da olmaz. Mənbələrimizdə çox ağır geosiyasi faktorlar var. Məsələn, Ukrayna münaqişəsi. Sənədlərdə qeyd olunur ki, Rusiya hava məkanından yan keçmək məcburiyyəti var. Bu da əlavə vaxt və yanacaq deməkdir. Dəqiq. Amma daha betəri də var. 2024-cü ilin dekabrında baş verən o dəhşətli faciə. Hə, o qəza. Dekabr ayında Azal'ın Embraer 190 təyyarəsi, reys 8243. Bakıdan Groznyaya uçarkən Qazaxstan yaxınlığında Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vuruldu. 38 nəfər həyatını itirdi. Çox ağır bir itkidir və bu hadisədən sonra nə oldu? Şirkət dərhal Rusiyanın 10 şəhərinə olan uçuşlarını dayandırdı. Ən maraqlısı da elə budur ki, bir təsadüfi hərbi səhv bir şirkətin marşrut şəbəkəsini necə bir gecədə məhv edə bilir. Amma mənim sualım başqadır. O marşrutlar dayandı, aydındır. Bəs bu, mənim Avropaya uçduğum biletin qiymətinə niyə təsir edir? Çünki aviasiyada risklər sığortalanır. O faciədən sonra bütün qlobal sığorta şirkətləri bizim regiona və ümumiyyətlə o şirkətə aid sığorta rüsumlarını, belə deyək, kosmik səviyyəyə daldırdılar. Aha. Və siz 10 dənə qazanclı marşrutu bağlayırsınız, təyyarələr yerdə qalır, amma işçilərin maaşı, o təyyarələrin saxlanma xərci dayanmır axı. Şirkət məcburdur ki, bu zərəri bağlamaq üçün digər işlək marşrutların, məsələn, sizin Avropa biletinizin qiymətini yüksək tutsun. Yəni, mənim biletin pulu ilə Grozny marşrutunun zərəri bağlanır. Yəni, vəziyyətdən çıxmaq üçün hansısa bir planları var, yoxsa oturub gözləyirlər? Xoşbəxtliklə sənədlər göstərir ki, çox ciddi bir çıxış yolu planlaşdırırlar. Bax, ən böyük problemlərdən biri onların köhnə təyyarələridir. Hə, sənədlərdə parkın orta yaşının 14 olduğu yazılıb və ən pisi də odur ki, onların həm Airbus, həm Boeing, həm də Embraer təyyarələri var. Yəni, maşın kimi düşünün. Həm Mercedes, həm BMW, həm də Lada saxlayırsan. Dəqiq. Hərəsinin öz ustası var, ehtiyat hissəsi fərqlidir. Təyyarədə yəqin ki, bu xərclər milyardlarladır. Çox düzgün vurğuladınız. Pilotların belə lisenziyaları fərqlidir, biri o birini əvəz edə bilmir və bu da dəhşətli xərc yaradır. Buna görə də şirkət 2032-ci il strategiyasını elan edib. Plan budur ki, təyyarə sayı 50-yə çatdırılsın, amma modellərin sayı yalnız 2-3 növə endirilsin. Yəni, sadəcə Airbus A320 Neo və Boeing 787 saxlayacaqlar. Bəli, yalnız o modellər. Bu, təmir, logistika və yanacaq xərclərini çox ciddi şəkildə azaldacaq. Bəs yaxşı, bütün bu planlar, yeni təyyarələr, bilet qiymətləri sıravi vətəndaş üçün nə vaxtsa əl çatan olacaqmı? Bu qənaət yalnız şirkətin cibinə gedəcək? Bunu daha geniş mənzərə ilə əlaqələndirsək, müsbət dəyişikliklər artıq başlayıb.
Məsələn, sənədlərdə Buta Airways-in ləğv edilməsi var. Bilirsiniz, Buta 2023-cü ildə xərcləri azaltmaq üçün yenidən Azal brend altında birləşdirildi. Aha, yəni iki ayrı şirkət saxlamaqdansa idarəetməni birləşdirdilər. Bəli, və yeni bagajsız tariflər tətbiq edildi. Mənbələrə əsasən 2024-cü ilin əvvəlində biletlərin orta qiyməti tam 18% ucuzlaşıb. Üstəlik, ABŞ-la açıq səma, yəni Open Skies razılaşması imzalanıb. Bu, gələcəkdə daha rahat uçuşlar deməkdir. 18% ucuzlaşma pis rəqəm deyir. Amma yenə də mən müqayisə etmək istəyirəm. Hesabatlarda Qazaxstanın Aerostana şirkəti ilə müqayisə var idi. Onlar da bizimlə oxşar bazardır, neft ölkəsidir. Onların qiymətləri necədir? Çox maraqlıdır ki, tədqiqatçılar qiymətləri tutuşturanda görüblər ki, Aerostananın oxşar məsafəli uçuşlarının qiyməti Azal ilə demək olar ki, eynidir. Doğrudan, yəni eyni baha qiymətlər. Bəli, bu o deməkdir ki, qiymətlərin yüksək olması tək başına bir inhisarçının qərarı deyil. Bu, regionun və bazar şərtlərinin reallığıdır. Şirkətin isə əsas məqsədi fərqlidir. Tranzit məsələsini deyirsiniz. Hə, onlar Bakını böyük bir beynəlxalq tranzit mərkəzinə çevirmək istəyirlər. Yəni, Asiyadan gələn adam Bakıda düşsün, Avropaya uçsun, beləliklə xərclər daha çox sərnişin arasında bölünəcək. Və yerli vətəndaş üçün də yük azalacaq, çox məntiqlidir. Deməli, biletlərin qiymətinin arxasında sadəcə qazanc istəyi deyil, həm də o bahalı dünya yanacağı, havalimanındakı monopoliyalar, bağlı quru sərhədləri və köhnə təyyarələr dayanır. Bəli, bu elementlərin hamısı bir yerdə böyük bir mənzərə yaradır. Bəs niyə bütün bunlar sizin üçün vacibdir? Yəni, bəlkə siz heç təyyarəyə minmirsiniz. Amma beynəlxalq tədqiqatlara görə bilet qiymətlərinin cəmi 1% ucuzlaşması ölkəyə gələn turistlərin sayının 1% artması deməkdir. Və o turistlər iqtisadiyyata pul gətirir. Restoranlara, taksilərə. Dəqiq. Bu həm iqtisadiyyat üçün, həm də xaricdəki qohumlarını görmək istəyən, təhsil almağa gedən hər kəs üçün həyati vacib məsələdir. Tamamilə razıyam. Sonda isə sizə kiçik bir sual vermək istəyirəm, üzərində düşünmək üçün. Təsəvvür edin ki, sabah quru sərhədləri tamamilə açılır və xarici o ucuz, büdcə avia şirkətləri bazara kütləvi şəkildə daxil olur. Sizcə Azalın indiki qiymət modeli bu qəfil rəqabət şokuna tab gətirə bilər? Yoxsa bu yeni 2032 planı, yəni təyyarələri yeniləmək və standartlaşdırmaq planı, nəhayət qlobal bazarda əsil mübarizə apara bilmələri üçün onların gizli silahıdır? Öz araşdırmanızı edərkən, bax bu sual barədə düşünün. Bizi dinlədiyiniz üçün təşəkkürlər.